Salamlayıram müəbbirinizi. İlk öncə futbolçularıma təşəkkür edirəm. Çox vacib qalibiyyət əldə elədilər. Əlbəttə ki, azarkeşlərimizə, hansı ki gəlmişlər Bakıdan və bütün Quballılara təşəkkür edirəm. Komandanı çox gözəl qarşıladılar. Bizi azarkeşlik eləyirdilər və hər birinə öz təşəkkürümü bildirirəm. İmişli komandasına uğurlar arzulayıram. Buyurun Rəşad. Tamam, ben de tabii ki meydançanın durumu tamam ne kadar Meydança yox idi ki, Rəşad. Yəni meydança yox, yəni belə meydançada futbol oynamaq mən bilmirəm necə icazə verilə bilər ümumiyyətcə. Yəni bir gün, 2 gün əvvəl səhv etmirəmsə İspaniyada bilməm La Liga idi yoxsa 1-ci liqa idi. 2 oyunu təxirə saldılar meydançanın durumuna görə. Sadəcə belə stadionda, belə meydançada neçə oyun keçiriblər. Neçə oyun bugünə kimi, yəni belə icazə verilməsi. Sadəcə biz necə elə bil, mən biraz sanki çox danışmaq istəmirəm, biraz çox danışanda bəzi bu iradları bildirəndə deyirlər ki, ancaq Qarabağ belə. Ona görə çox da demək istəyirəm, amma yəni buna nə qurban lazımdır, nə başqası lazımdır. Bu meydançanı görməyə və burada futbol oynamağa. Belə olmaz da. Yəni hamısı yəni futbolu seçiblər, hamısının yəni istəyirlər ki, bir nəsə əldə eləsinlər, amma belə meydançada yox. Bunun zədəsi, bunun olsa, bunun busu, yəni biraz bilmirəm, yəni dərindən düşünsək, dərindən nəsə bir etmək istəsək, yəni məncə hər bir şeyə çıxış yolu var. Belə yəni olmaz da. Belə nə meydança var, nə temp var, nə zədədən qorxursan, nə heç nə də yəni. Mən burada Newcastle hazırlaşırıq, məsələn, gəlmişsən belə oyundan, mən nə hazırlaşasam Newcastle? Gəlin bir 3 gün, 4 gün futbolçulara bərpa ver. Yəni 2 qat yükləndirlər futbolçular. Və yəni tanışlası bəlkə də mövzu deyil, amma müzakirə olması mövzuda həddindən artıq. Yəni bu bugünlük deyil də, yəni bu təkcə mən yox, mən inanmıram burada. Bütün komanda məncə şikayət edib burada. Hamısı şikayət edib, yəni bütün futbolçular, məşqçilər və buna nəsə bir şey etmək olmazmı ki? Belə yəni oturub gözləyim ki, oyununa vaxt qutaracaq və futbolçular, uşaqlar cədədən qutaracaqlar da, yəni cədə olmasın. Biri orada ayağını tutub yıxılır, biri burada tempo ölür, nə bilim. Belə də yəni belə futboldan başqa nəticəm var idi. Koxalski bir mikro zədəsi var idi, dünən məşqdə zədələndi. İndi sabah Bakıya gedəndən sonra tam dedi, bəlkə bugün də biraz yüngülləşər, azalar. Bugün də hissiyatı var idi, sabah bildiriləcək. Leo'da da baxacaq da görək. Meydançada elə durumu, yəni bilmirsən hansı zədəni alırsan. Diz gedir, yoxsa topuq gedir, yoxsa əzələ gedir, yəni bilmək olmur belə. Onu da sabah bilinəcək yəni. Təbii ki, meydançanın gedişatını artıq birincisinin rahatlığına görə. Yəni əvəz etmələri də ona uyğun edən, heç fikirləşdik ona görə ki, hansı futbolçuda da ona ehtimal olmalıdır, yoxsa artıq həm oyunun gedişatına görə, həm də bəzi futbolçuları 90 dəqiqə oynamışlar, əvvəlki oyunda Şamaxıda oynayırdı, meydançanı yenə özünüz görmüşdünüz. Yəni demək olar ki, bu 2 oyunda komanda bir futbolçular 4 oyunla yükləndilər. Yəni 90 dəqiqə özdəki gərgin oyun, belə komandalara hansı ki yəni müdafiə olunurlar, hansı ki səni oynamaya imkan vermirlər, əlavə güc itirirsən, sərf edirsən. Və belə həm oyunun gedişatına görə, həm də bəzi yorulmuşdular. Hər futbolçu, elə futbolçu var ki, burada sprint yollar, yəni çox yorulurlar. Yəni elə bir sanki xokkey meydançası idi də, belə o sürüşür, bu sürüşür, o yıxılır, bu yıxılır. Ötürmə verirlər, ayaq sürüşür, nə düzgün verə bilirlər. Yəni hələ görə sabaha nələr çıxacaq. Yəni bugün belə bir şey, buradan çıxır görə sabaha nələr çıxacaq hələ. Buyur ki. Bütün sultan çıxıb bəzələrimiz göstərmişəm. Kaytan episodundan bağlı təşkələ göstərilmək nə baş verir ki, Nə bilim, mən mümkündən deyəcək bir söz yoxdur. Yəni, zaten bir sənədə bir futbol bu mübarizə oyunudur. Yəni, 3 metr belə deyək ki, Kadini əli ilə saxladı.
İstərsən o da insan istər, ola bilər indi hansı bir əlini atır ki, buraxmaq üçün. Yəni gəlib elə həmən qırmızı kart vermək mənim üçün maraqlı oldu da. Ola bilər kontakt olsun, ola bilər dəyişsin. Amma sən epizodun əvvəlindən baxdın. Əvvəlindən bax və yaxud oyunçu da qaçmaq istəyir, ondan aralanmaq istəyir, bu tutur saxlayıb, mən də əlimi atıram ki, bunu biraz itələyim, bunu bir kənara qoyum. Və belə qırmızı heç olmasa ya sarı verir, heç bilmirəm görürdü, görmürdü. Ya vardan dedi, ya Əliyar dedi. Əliyar onsuz da bizim oyunlarda belə çox maraqlı qərarlar qəbul edir. Yəni birinci deyil də. Ya Əliyar dedi həmən qırmızı ver, ya da yəni bu baxmırdı. Çünki mən özüm də baxmırdım epizoda. Mən sonradan baxdım, mən əl getdi, gedir əl. Amma oyunçunun bir bədəni buradadır. Yəni belə bir asıl oyuncu o qədər tutur onu yıxılmaq üçün bədəni buradadır. Bu atan əlində ola bilər başına dəysin, ola bilər harasına dəysin. Biraz belə ehtiyat edirlərdi. Yəqin əvvəlki oyunda Bəhlullah qırmızı ikinci sarı verilmədi deyə çox müzakirə olundu, çox şeylər oldu belə. İndi hakimlər də yəqin biraz ehtiyat edirlər ki, bircə özləri söz gəlməsin. Belə yəni biraz bilmirəm danışılası, yəni danışmağa xoşlanmıram, amma sadəcə biraz meydançanı nəzərə ala bilirsən. Sən gəl hakim, yəni mən inanmıram ki, hakimlərin haqqı varmı, yoxmu ki, bu meydançada oyunu idarə etməyə. Yəni bunlar bildirməlidirlər. Federasiya bildirməlidirlər, burada oyun oynamaq olmaz. Belə şey mi olar bu? Yəni hansı əsrdə yaşayırıq? 25 ildir deyib, futbolumuz inkişaf eləsin, o olsun, bu olsun, amma belə meydançada, başa düşürəm, yeni komandadır, başa düşürəm, meydançası yoxdur. Gəlsin burada məşq eləsin, 10 dəqiqə burada oynarlar. Özləri niyə oynayır? Çünki meydança sərfəli deyil axı. Gedirlər Bakıda məşq edirlər, gəlirlər burada oynayırlar. Bakıda məşq edirlər, qoy Bakıda da oynasınlar. Və yaxud başqa yerdə. Yəni nəsə belə, yəni bunu niyə danışıram, niyə deyirəm belə ki, ən azından bəlkə bu işin meydançanın yaxşılaşdırılması üçün bəlkə daha bir faydam olar bu sözlərini deməkdə. Amma bizlə heç kiminlə düşmənçiliyimiz yoxdur. Bizim heç kimdən belə deyək, asılacağımız yoxdur. Biz sadəcə istəyirik ki, normal futbol oynasın. Yəni mən yenə deyirəm ki, mən Newcastle-a mən hazır olmayacağam. Birbaşa deyirəm ki, yəni bu oyundan sonra mən 2-1 Şamaxıda, bir də burada 2 oyun, mən 3-4 oyunun gücünü sərf elədim. Yəni bunların bərpası, bunların özünə gəlməsi belə olmaz yəni. Mən heç bu dərəcə düşünmürdüm, inanın ki. Yəni, bu dərəcədə düşünmürdüm, meydançanın halı belə olar deyə. İcra kampanyasını üstüsüz bəzi məsələlərdə komandanın artırılmasına bağlı danışanda sonra qərarlar verildi, artırılır. Bu məsələlərdə komandalara lisenziya veriləndə belə məsələlərə xüsusi diqqət edilsin, məsələn bağlı dəyişikliklər bildirə bilərsiniz. Əlbəttə ki, biz həmişə bildiririk. Ümumiyyətcə, o meydança məsələsi icra hakimiyyətində həmişə müzakirə olunur. Ki, hər klubun öz meydançası olmalıdır və yaxşı şəraitdə olmalıdır və hətta səhv etmirəmsə, bu komandalar, klublar çempionata buraxılanda bir il səhv etmirəmsə, onlara möhlət verildi ki, bir il ərzində bütün infrastrukturu yaxşılaşdırmaq üçün və ən azından minimum stadionumuz yaxşı olsun. Bundan da gözləyirlər ki, rahat bizə bir il veriblər, da belə meydançada yoxdur. Yəni, icra hakimiyyəti gəlib meydançanı düzəldəsi deyir. İndi hər hənin qurum var ki, hansı ki, lisenziya şöbəsi, yəni onlar baxmalıdırlar, onlar qərar qəbul etməlidirlər. Və yaxud icazə verilmək, yəni hansı şöbə buna icazə verməlidir. Gəlib yoxlayırlar stadionları, baxırlar meydançalara. Bilmirəm belə, yəni amma olmaz. Fərqi yoxdur burada, biz oynadıq və yaxud bütün komandalar üçün və yaxud digərləri oynadı. Yəni belə, mən bu dərəcədə də bərbad bilmirdim. Bu dərəcədə yəni mən düşünmürdüm. Yəni siz hələ kənardan baxırdınız da, mən gəzib içinə baxmışam. Oyundan da görünürdü futbolçuların, yəni qaça bilmirdilər də adamlar. Yəni güc sərf edirdi, amma qaça bilmirdilər. Onun ayağı sürüşür, bu nə bilim yıxılır, bu nə olur. Belə də yəni biraz düzülsəm çox məyusam. Vallahi yəni bəlkə də bu son vaxtlar mən oyunlarda, futbolda bu qədər məyus olmamışdım. Belə olmaz yəni. Güzel. Belki de bir an sonra son günler sanki sosyal medyada kanal başlığı adresi bak sosyal medyasının oynamak arkasından mesela gündeme geldi. Sanki kimlerse bilerekten bu otağı üstüne benzin döküp kızıştırma, Karabağ'ın uğurlarına kıskanç yanaşmak gibi bir mesele var. Bu barədə bir şey bilmək istəyirəm. Rəşad, mən ümumiyyətcə yəni biz Azərbaycanlıyıq da hamımız.
Yəni bu şeylər ümumiyyətcə bir dünya futbolunda olan bir proseslər, olan bir mövzudur ümumiyyətcə. Hansısa komanda biraz üzərinə çox gedirlər, hansı azarkeşlər, digər komanda azarkeşlər görsən nəsə bir mövzu atırlar və onun üzərində gedir belə. Bu normal bir şeydir, hansı ki bəlkə də intriqa ilə belə böyüyür. Yəni bunun üçün, amma mən inanmıram ki bizə qarşı hansısa bir belə də nəsə olsun. Biz normal qarşılayırıq. Zaten biraz uğuru olan komandaya qarşı istərsən biraz belə o mövzular daha çox olur. Yəni onlar daha çox belə deyək də onlar haqqında daha çox danışılır, amma ümumən yəni bu normal gedən bir proses. Mən məsələn qurban olaraq bunu normal qarşılayıram, normaldır, amma bəzi futbola, ümumiyyətcə bəzi böyük futbola biraz hörmətlə yanaşmaq lazımdır. Bəzi elə qərarlar var, elə şeylər var ki, yəni belə bu dərəcədə olmalı deyil. Yəni əlaqəsdə indiki dövrdə, hansı ki bizim ümumən baxanda şükür olsun Allah, biz Azərbaycan olaraq varlı ölkəyik, Azərbaycan olaraq bizi bu dəqiqə dünyada yəni hamı tanıyır, hamı dəyərləndirir. Amma bunu həll etmək məncə bu ən vacib olan bir şeylərdir bunlar. Qaldı ki o sosial şəbəkələrdə bu normal bir şeydir. Yəni ona bir o qədər də belə deyək, önəm verməyək. Ölkəniz. Proseslər özü də bildirdiniz, amma yəni nə qədər özü də bildirdiniz, çətin olacaq Newcastle-la oyunda. Yəni bu oyundan sonra yəni belə başa düşür, keçdi gözləmirsiniz. Yox, mübarizə aparacaq. Sadəcə biz təsəvvür edin ki, mən yəni Newcastle qarşı biz necə oynamalıyıq? Mən belə baxanda. Yəni biz bilirik ki, bu sürətli komandadır, bu fiziki qabaritləri olan, bu hansı ki Premier Liqada, yəni bunu danışmağa ehtiyac yoxdur. Biz bunlara qarşı topla nə cür davranmalıyıq, nə cür sürətli oynamalıyıq, nə cür tez düşünməliyik. Biz iki oyunda heç nə edə bilmədik də. Yəni biz bu iki oyunda belə deyək də, yəni normal hazırlaşa bilmədik. Mənim komandam bu iki oyunda bəlkə bir 1000 ötürmə eləməli idi, bəlkə mən 5 ötürmə elədim. Hansı ki o sürəti, o mübarizəni, o istədiyim hücumları mən qura bilmədim. Amma indi təcrübəmiz var, istərsiniz, yenə hazırlaşacaq, ilk dəfə deyil, amma sadəcə bu cür belə olmamışdı elə bir. Belə hazırlıq olmamışdı. Belə iki oyun bu səviyyədə keçməsi belə olmamışdı. Hələ sonunda bir 20 dəqiqə oynadıqda yəqin 10 nəfər əlavə güc sərf elədilər. İndi Yankoviç orada əzələsini tutdu, bu birisi burada baxın tutdu. Belə də yəni yükləmə həddindən artıq çox oldu, yüklənmə. Mən bir halda neyiniyək ki, inşallah hazırlaşacaq. Sadəcə görək bunları nə cür tez bərpa edə biləcəyik və o oyuna hazırlamaq üçün də. Görək, inşallah yaxşı olar. Oldu. Çox sağ olun. Sağ olun.